Mədəniyyət naziri Adil Kərimli görkəmli sənətkar Aybəniz Haşimova ilə bağlı əmr imzalayıb. Missiyanın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə Aybəniz Haşimova Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Bununla bağlı müvafiq əmr 6 fevral tarixində imzalanıb. Aybəniz Haşimova bu gün Mədəniyyət Mərkəzinin kollektivinə təqdim olunub. Aybəniz Haşimova uzun illərdir ki, Azərbaycan musiqi mədəniyyətinə özünə məxsus səsi, sənətə bağlılığı və yüksək peşəkarlığı ilə dəyər qatan sənətkardır. Onun yaradıcılığı milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncə və yoğrulmuş parlaq sənət yolunun nümunəsidir. Bu gün Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunması təsadüfi deyil. Bu, dövlətin və cəmiyyətin onun sənətinə, təşkilatçılıq bacarığına və mədəniyyətə xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir. Əminik ki, Aybəniz Haşimovanın rəhbərliyi ilə Mədəniyyət Mərkəzi yeni uğurlara imza atacaq və milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçiriləcək. Yeni vəzifəsində ona uğurlar, möhkəm can sağlığı və daim yüksələn yaradıcılıq enerjisi arzulayırıq. Qeyd edək ki, Aybəniz Haşimova ictimai həyatdakı fəallığı ilə də seçilir. O, Türk ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyinin Mədəniyyət Komitəsinin sədridir. Seyrani Quliyeva, Heydər Həsənli, Missiya TV.